Ben o günləri çox yaxşı xatırlayıram. 19'undan 20'sine keçən gece sübhə qədər, baxmayaraq ki son derece təhlükəliydi, biz Bakının küçələrində, Respublika xəstəxanasında və digər yerlərdə bir qrup ziyalı dostlarımızla, qonşularım mənim o zaman indi dünyasını dəyişmiş rəhmətli Aydın Səlimzadə, İsa İsmailzadə, Nadir Cabbarov, Zakir Fəxri və bir qrup ziyalılarla biz deməli 20 yanvar dairəsindən tutmuş ən çətin yerlər idi ora o zaman. Həm də yararların, öldürülən şəxslərin daha çox konsentrə olduğu, gətirildiyi yer idi, məkan idi. Səhərə yaxın o qan izləri olan küçələri qarış-qarış demək olar ki, Bakının küçələrini biz gəzdik. Çox təəssüf ki, o gün xalqımız üçün, millətimiz üçün çox acı bir məqam idi. Yəni, onunla xalqımızı sındırmaq, müstəqillik ruhunu qırmaq və xalqımızı Qarabağ savaşından, Qarabağ iddiasından çəkindirməkdir. Amma əliyalın xalq bir qarış da geri çəkilmədi. Tankların qarşısında mərd-mərdanə dayandılar. Baxmayaraq ki, o tanklar onların üstündən düz keçdi, dik keçdi. Ama insanlarımız əqidəsindən dönmədi.